Bəs nəylə içəcəksiniz? Əlimlə. Tök bura görüm. Əllərinizi yuyun. Balacalara nümunə göstərmək üçün yuvaq da. 1960-cı illərdə çəkilişi başlayan bir Azərbaycan filmi. Amma bu film təkcə ssenarisi ilə yox, çəkiliş meydançasında baş verən dəhşətli faciə ilə tarixə düşdü. Söhbət Mən ki gözəl değildim filmindən gedir. Belə gizli faktları, unudulmuş film sirlərini və Azərbaycan kinosunun pərdə arxası hadisələrini izləmək üçün kanala abunə olmağı unutmayın. Çünki görünən səhnələrin arxasında çox vaxt heç kimin bilmədiyi həqiqətlər gizlənir. Bu ekran əsərinin ssenarisi Bayram Bayramov, Ağarza Quliyev və Igor Strekov tərəfindən yazılıb. Filmin rejissorları isə Ağarza Quliyev və Ramiz Əsgərov olub. Filmin musiqilərini Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirov bəstələyib. Filmin əksər səhnələri Daşkəsənin Bayan kəndində lent alınmışdı. Lakin 1967-ci ilin yayında, çəkilişlərin 13-cü günü hər şey dəyişir. Lənkəranda, o vaxtki Port İliç, indiki liman körfəzində Dneprin alınması səhnəsi çəkilirdi. Səhnəyə görə çaya 2 qayıq buraxılır. Qayıqlardan birində aktyorlar, digərində isə texniki heyət yerləşirdi. Partlayış səhnəsi zamanı isə dəhşətli səhv baş verir. Pirotexnik partlayıcı qurğunu səhv salır və aktyorların olduğu qayığı partladır. Yox, deyəsən səni incidiblər. Gedək mənimlə stansiyaya, məktubları qəbul edək. Gedək qızım, gedək. Yolda ürəyin açılar. Elə. Hadisə nəticəsində ağır yaralanan 30 yaşlı rejissor Ramiz Əsgərov bir gün sonra vəfat edir. Buna görə də filmin titrlərində onun adı qara çərçivədə göstərilir. Faciə zamanı rejissordan başqa Arif adlı operator və 2 kino işçisi də həyatını itirir. Çəkiliş heyətinə kömək edən Rus əsilli bir polkovnik isə hər 2 ayağını itirir. Bu partlayış Azərbaycan kino tarixinin ən ağır faciələrindən biri hesab olunur. Hadisədən sonra filmin çəkilişləri tamamilə dayandırılır. Yaradıcılıq heyətinin bir çox üzvü yaralanır. Hətta filmin operatoru Rasim Ocaqov da zədə aldığı üçün layihədən imtina edir. Bir müddət sonra yarımçıq qalan filmi tamamlamaq üçün başqa heyət cəlb olunur və ekran əsərini rejissor Tofiq Tağızadə başa çatdırır. Baş rolda əvvəl düşünülən Əminə Yusif qızını isə gənc aktrisa Xuraman Qasımova əvəz edir. Onda belə eləyək, bax. Sən burada dur, sıraya düzülün. Aha. Sən biz qabağa gəl. Qabağa. Bax, bura. Ay sağ ol. İndi əllərinizi belə tutun, tutacaq yuvaq. Ha? Ay sağ ol. Bax, belə. Filmdə həmçinin Sadiq Hüseynov, Sədayə Mustafayeva, İsmail Osmanlı, Şahmar Ələkbərov, Ələddin Abbasov, Rıza Əfxanlı və digər məşhur aktyorlar rol alıblar. Ağarza Quliyev isə filmdə oğlunun qara xəbərini alan Rəhim Baba obrazını canlandırıb. Yox, yox, mənə ver görüm. Hə, indi oxu. Maraqlısı budur ki, o həmin səhnələrin çəkilişi zamanı həqiqətən də oğlunun Odessada film çəkərkən vəfat etdiyini öyrənir. Bu hadisə onun həyatında dərin iz buraxır və Mən ki gözəl değildim
onun sonuncu filmi olur. Filmdə çəkilərkən Xuraman Qasımovanın cəmi 16 yaşı vardı. Gəncədə çəkilən epizodlar aylarla davam etdiyi üçün anası onu müvəqqəti olaraq məktəbədə yazdırır. Filmdə bir səhnədə aktrisa ssenariyə görə ağlamalı idi. Lakin gənc Xuraman bu hissi verə bilmirdi. O zaman Ağarza Quliyev qəsdən ona baxıb deyir: "Çox nahaq yerə bu qızı seçdim. Bu qız heç nə bacarmır." Bu sözlərdən sonra Xuraman Qasımova özünü saxlaya bilmir və həqiqətən ağlamağa başlayır. Nəticədə səhnə uğurlu alınır. İllər sonra isə həmin gənc aktrisa 1969-cu ildə Kiyevdə keçirilən kinofestivalda qadın rolunun ən yaxşı ifasına görə birinci yerə layiq görülür. Söyürlər ki, Bəli. Yaxşı, söyüşsüz olmaz. Maşın göndərmişik. Bütün gün ərzində o qədər belə sözlər eşidirsən ki, incimə qızım. Mən ki gözəl deyildim filmi təkcə faciəli taleyi ilə deyil, həm də arxa cəbhə həyatını ən təsirli şəkildə göstərən ilk Azərbaycan filmlərindən biri kimi yadda qalıb. Bu ekran əsərinin arxasında isə tamaşaçıların bilmədiyi ağrılar, itkilər və gerçək göz yaşları gizlənib. Qurbanla mən özüm danışaram. Ay gel kızım gel. sağ ol Melike. Vaxtında gelmişsən kızım. Yaxşı Şərif, mən də gedim. Sağ ol usta. Görürəm ki, qızım, məktub paylamaqla məşğulsan. Bərəkallah. Yaxşı eləyirsən. Çox yaxşı eləyirsən. Şərif dayı, yenə məktub var. Ha, ala kızım, ala bunları da apar. Burada saydı. Sen büyüğünden iştahttan ha. Çok sağ ol. Yer kızım yer. Aa, Həmid dayı yenə tütün kisəsini yadından çıxardıb. Həmid dayı! Həmid dayı! Həmid dayı! Ay Həmid dayı! Həmid dayı! Seydə, az Seydə, Ay Həmid dayı! az. Sərdən o uşaqları evdə açsız qoyub buralarda nə veylənirsən, ha? Mən veylənmirəm, işləyirəm. Yaman da işləyirsən. Axı mən indi işləyirəm, məktub paylayıram.